hörmətli müəllimlər və dəyərli tamaşaçılar. Biz 7-ci sinifdən bəri müxtəlif layihələr, praktiki işlər apardıq və biz öyrəndik ki, fizikanı yalnız dərslikdən deyil, real həyat... Bu təqdimat bizim üçün həm çox öyrədici, həm də maraqlı oldu. Bu layihə bizə həm mövzunun dərindən başa düşməyi, həm də komanda ilə işləmə bacarığı qazandırdı. İndi isə sizə təqdim etdiyimiz bu vizual layihəni sizə təqdim edirik. Bu kartonları yan-yana qoyaraq P keçidini göstərdik. Kartonların birinə P pozitiv, yəni müsbət, digərinə isə N negativ, yəni mənfi işarələyirik. İndi isə bu məşqləri batareya ilə və işığı ilə birlikdə birləşdiririk. Biz sadə materiallarla P-nin birləşməsinin köməyi ilə biz bu işığı yandıra bildik. İlk öncə hər birinizi salamlayırıq. Mən qrupun rəhbəri Həzzadə Zəhram və qrup üzvləri Qureyev Nuray, Mustafa Nuray, İslamov Fərid, Pənahlı Arzu və Əskəri Zəhram. Biz bu kez sizlərlə birlikdə fizika fənnindən etdiyimiz layihəni təqdim edəcəyik. Biz artıq 7-ci sinifdən bəri bu cür layihələr edirik və düşünürük ki, birlikdə toplanıb belə layihələr hazırlamaq bizim üçün daha maraqlıdır. Bizim mövzumuz yardım keçicilərdir. Biz bu mövzunu nəzərə alaraq dərs müddətində keçdik. Lakin praktik olaraq görmək bizə daha aydın və maraqlı oldu. Ödəti hazırlayarkən gündəlik həyatda istifadə etdiyimiz alətlərə və məkanlara diqqət etdik. İndi isə gəlin sizə təqdim etdiyimiz layihəni birlikdə izləyək. Bu yankeçici diyoddur. Yankeçici diyodun bir tərəfi mənfi olur, bir tərəfi müsbət olur. Mənfi olan tərəfi katoddur, olmayan tərəfi isə anoddur. Batareyadan çıxan naqil müsbət olur, leddən çıxan naqil isə mənfi olur. Yankeçici diyodun mənfi tərəfini, yəni katodu, ledin mənfi tərəfinə birləşdirdikdə led işığı yanır. Lakin tərsinə olduqda mənfini müsbətə, müsbəti mənfiyə birləşdirdikdə isə led işığı yanmır. Bu təqdimatı hazırlayarkən bizə mənim qardaşım Əskər Əbəlfəzli, bir də Zəki İslamov isə Arzu valideyni məhbub xalq kömək etmişdir. Bu təqdimat bizim üçün həm əyləncəli, həm də maraqlı olmuşdu. Bu təqdimatı hazırlayarkən biz öyrəndik ki, fizikanı yalnız oxuyaraq öyrənərək deyil, yaradaraq, paylaşaraq da öyrənmək mümkündür. Salamlayırıq. Mən bu qrupun başçısı Abbas Alıçağı, qrupumuzun üzvləri Əskəri Zeynəb, İbrahimova Büşra, Əziz Cüvarlı, Sultanov İnan. Biz artıq 7-ci sinifdən bəridir ki, fizika dərsində müxtəlif təqdimatlar və layihələr hazırlayırıq. Bu gün isə həmin layihələrdən biri olan yarımkeçici diyod cihazı haqqında layihəni sizlərə təqdim edirik. İlk öncə biz burada yarımkeçici diyod cihazı haqqında divar qəzeti hazırlamışıq. Biz bu divar qəzetində yarımkeçici diyod haqqında məlumat yazmışıq və həmin yarımkeçici diyodun şəkillərini təsvir etmişik. İndi isə biz sizə yarımkeçici diyod cihazını əyani şəkildə düzəldib göstərəcəyik. Gəlin başlayaq. Yarımkeçici diyodun bir tərəfi müsbət, bir tərəfi mənfidir. Batareyadan çıxan naqil müsbət, led işığından gələn naqil isə mənfidir. Əgər biz dövrəni bu şəkildə birləşdirsək, işıq yanmayacaq. Əgər bunu bu şəkildə birləşdirsək isə, işıq yanacaq. Sizin üçün təşəkkür edirik. Sağ olun. Sağ olun. Sağ olun, sağ olun. Necəsiniz? Gerçekten çok sağ olun. Valideylə gəldim. Təşəkkür edirəm sizə. Çox sağ olun. Bəli, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Uşaqlarınızı belə gözəl layihələr hazırlamaq göstərdiniz. Çox sağ olun, minnətdaram. Mən sizə minnətdaram ki, siz bu gözəl yerə vaxtınızı ayırmısınız. Bu uşaqlara gəldiniz bir yerə layihəni hazırlamaq üçün. Yəni maraqlı bir layihədir. Artıq şagirdlərimiz 7-ci sinifdən bu layihələri icra edirlər. Ancaq bugün onlar artıq praktik olaraq göstərəcəklər. Yəni o yarım keçici qurğuların maketini hazırlayacaqlar. Yəni yanlarında olduğu zaman tək qoymadınız. Mən sizə təşəkkür edirəm. Çünki uşaqlar demişdim ki, nəzarətsiz olmaz. Yəni əgər bu bir məktəb alınırsa, çəkilişi məktəbdə edəcəksinizsə, mütləq yemək olmalı. Ya da valideynlərdən biri. Sağ olsun uşaqlar sizi dəvət edərlər. Təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Hər zaman uşaqlarımızın yanında durmaq borcumuzdur bir valideyn kimi. Çox təşəkkür edirəm. Mane olmuyor. Sizə uğurlar. Çox sağ olun. Sağ olun. İlk önce hamınızı tanıyalım. Ben qrupun rəhbəri Osman Fatihə və digər qrup üzvlərimiz Zeynəb Göyüm. Uğurlaşın. Sağ olun. Biz fizikadan bugün hazırladığımız layihəni sizə təqdim edəcəyik. Bizim bugünkü mövzumuz yarımkeçicilərdir. Biz 7 sinifdən bəri ki, bütün mövzularımızı nəzərə alaraq keçirik və səhiyyə bildiririk və belə layihələr hazırlayırıq. Hər iki nəzərə alaraq keçməyimiz maraqlı olsa da, lakin pratik olaraq eləmək daha çox maraqlıdır. Gördüyünüz kimi biz burada təqdimat eləmişik və burada gördüyünüz kimi istənilənləri və şəkilləri həmçinin qeyd etmişik. İndi isə biz sizə pratik olaraq göstərəcəyik.